Gəlin də buna deyilən ki, 2 nəfər hakimiyyət üçün dava elədi. Otur bir araşdırıyor, ziyalısan otur araşdır, cavab veriniz. Hakimiyyət davası idi, bax bir dənə niyə fərqlənir? Bu 10 gecədə doğrudan da cənnətdə yaşadıq. Mən öz payıma deyirəm, burada olanlar da görmüşəm də, yoxsa mümkün deyil. Burada axı bir konsert vermirlər, nəuzubillah, əyləncə məclisi deyil, adamlar gəlsin, burada izdiham yaratsın ki, filan kəs oxuyur. Axı qəm bu qədər cəzb eləyirsə, deməli bu qəmdə nəsə var, bu başqa qəmdir. Kənardan bunu tənqid edənlər o qəmin ləzzətini görməyib deyə tənqid eləyir. Biz 10 gecədə ləzzət içində yaşadıq, cənnətdə yaşadıq. Çünki Kərbəlaya ən yaxşılar yığışmışdı. 72 dənə yaxşının yaratdığı fəzaya bax, 1400 ildir davam eləyir, çəkir və artırır sevənlərinin sayını. Gəlin də buna deyilən ki, 2 nəfər hakimiyyət üçün dava elədi. Qurban olum sənə, biraz düşün, qutarın bu söhbətləri. Bitdi də dediniz, axı bu boyda hakimiyyət məsələsi bu qədər uzanmazdı. Get başqa bir şey tap, səbəb tap. Hakimiyyət üçün tarixi az da oldu, ham elə hakimiyyət üçün vuruşub. Bu bir dənəni fərqləndirən nədir? Otur bir araşdır, ziyalısan otur araşdır, cavab veriniz. Hakimiyyət davası idi, bax bir dənə niyə fərqlənir? Hamısından. Niyə adamları istidə, soyuqda çəkib gətirir, adamlar zövq alır bu məclisdən? Niyə? Kimsə təbliğat aparıb? Yox. Çünki bu həmin o gözəlliyin ətridir. Bunu başa düşməyənləri də dua eləyək, tənqid eləyirlər, onlar da dua eləyək. Bəzi qərəzdilər heç. Onlar inşallaha qalıb. Onlar bilir, amma indi belə deməlidir deyir. Ne üçünsə, o heç. Amma bəzilər var, valla deyirəm, bilmir də, indi qıraqdan baxırsan, nədir bu, vay şüvən salıblar. Biraz yaxına gəl, içinə daxil ol, görəcəksən, yox, sən gördüyün kimi deyil.